Sea Breeze kurort şəhərciyində Azərbaycanın ən hündür binası hesab olunan Cipriani Tower inşa olunacaq. Yeni qüllə Xəzər dənizi sahilindəki Half Moon adasında yerləşəcək. Bu bina 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası olacaq. Binanın layihəsi dünyaca məşhur memar Shaun Killa tərəfindən hazırlanıb. Layihə Cipriani brendi altında 116 otaq üçün nəzərdə tutulmuş 5 ulduzlu Cipriani Resort Sea Breeze Hoteli, həmçinin Forsalı formatında 127-yə yaxın ultralüks rezidensiyanı özündə birləşdirən Cipriani Residences Sea Breeze yaşayış kompleksini ehtiva edir. Kompleksin infrastrukturuna banket və konferans otaqları, təxminən 1647 kvadrat metr sahəsi olan spa mərkəzi, Cipriani brendinə aid restoran və barlar daxildir. Cipriani Resort Sea Breeze və Cipriani Residences Sea Breeze-in gözlənilən açılış tarixi 1 oktyabr 2031-ci ildir. Bildirək ki, yanvarın 31-də Milan şəhərində Sea Breeze kurort şəhəri ilə dünyaca məşhur Cipriani brendi arasında sazişin rəsmi imzalanması mərasimi keçirilib. Sənədləri Emin Ağalarov və Giuseppe Cipriani imzalayıblar.